Ukrayna, bakın geçen hafta mən burada dedim efirdə dedim. Ukrayna İngiltərədən dron əleyhinə hava hücumundan müdafiə sistemi aldı və dünən də quraşdırdı, sistemi aktiv hala gətirdi. Rusiya şoka düşdü. Rusiyanın dünən atılan dronlarının 100'ünü və demək 100 dron 85 PUA raketləri göydə vurdu, saldı. ABŞ-ın heç müdafiə sistemləri, hava hücumundan müdafiə sistemləri belə effekt vermirdi. Değerli vətənlərim, dünyada Euro bahalaşmaqda davam edir. Suriyanın yeni hökumətinin başında duran El-Şara, deməli Sisi, Əhməd El-Şara, deməli birbaşa bəyanat verdi ki, Golan təpələrindən İsrailin ordusu geri çəkilməlidir. Bunu deyəndən sonra İsrailə toxunduğuna görə bunu toxunduğuna görə bizə dəqiqə deməli İsrailə toxunduğuna görə fikir verin, haradansa Bəşər Əsədin ordusu ortaya çıxdı və Tartus deyilən bir şəhəri də deyəsən nəzarətə götürdülər. 2 dənə strateji əhəmiyyəti ələ keçirdilər. Nətər Bəşər Əsədin ordusu harada gizlənmişdi? Kimin nəzarət altındaydı? Niyə El-Şara bəyanat verən kimi İsrail ordusu Golan təpələrindən çıxsın, ən böyük neft zəngin torpağı olan orada İsrail qərarlaşır. Oradan çıxsın, sırası Bəşər Əsədin gizlənmiş ordusu çıxdı. O boyda El-Şara'nın ordusunu hələ 2 mövqeydən geri attı. Yəni, değerli vətənlərim, bildiniz də nə məsələdir. Deməli, Günorta Avropa Birliği ölkələri Brüsseldə toplandı, sonra Fransaya yola düşəcəklər. 800 milyardlıq ordunun büdcəsi qeyd edildi, təsdiqini tapdı. Təkcə Almanya 500 milyard verir, Fransa 200 milyard verir, 100 milyard da digər üzvlər. 500 milyardı Almanya ümumi verir. Amma özünün ordusuna da 300 milyard ayırır. Görün, iqtisadiyyatı güclü olan ölkə savaş apara bilər. Mən deyəndə inanmırdınız, görürsünüz. Değerli vətənlərim, təcili tez deyim xəbərləri, xarici xəbərlərə çox yer ayırmayayım. Dəhşətli xəbərlər var. Təcili Ukrayna, Elon Musk Starlink peyçlərindən Ukraynanı ayırdı. 3 günlük kəsdi. Elon Musk kəsdi. ABŞ Rusiyanın marağına xidmət elədi. Ukrayna ordusu internetə, Ukrayna bağlıydı. Elon Musk'ın Starlink peyçlərinə təcili Macron özünü getirdi. Avropa Telsat'a qoşdu Fransaya. Fasiləsiz internetə qoşdu. İngiltərə sırası, deməli, İngiltərədə hərəkətə getdi. Deməli, Sky Shield hərbi projeni qurdu. Deməli, yalnız özünün 120 qırıcı bombardımancı təyyarəsi Ukraynaya veriləcək. Ukraynanın hava məkanını qoruyacaq öz ekipajından. Deməli, illik büdcəsi 800 milyard euro olan Avropa ordusunun təkcə 78% o gəlirlərin, o yatırımın, o silahın, sursatın, o 800 milyardın ya 78%-i Ukrayna ordusunun hərbi yardımına yönələcək. Orada belə deyilir, 78 var, 600 nə qədər milyardı. Müharibə bitənə qədər, sonra da hansı təhlükəli, Rusiyadan təhlükəli haralarsa varsa orada ordular yerləşdiriləcək Avropa ordusu. Deməli, Avropa ordusunun adı belədir. Rearm Europa. Bu bizim NATO'ydu da, bu belədir. Rearm Rusiyanın müttəfiqlik edir. Dünyanın analitikləri Avropanın bu cür silahlanmasını Rusiyanın faciəsi adlandırıblar. Fransa Ukraynaya verdiyi Miraj təyyarələri Rusların raket atılan sistemlərinin hamısını məhv elədi. Halal olsun bu arada Fransaya. Deməli, ABŞ sahibkarları Tesla, deməli Space və bütün platformaları Tesla'ya aid olan deməli Starlink peyçiləri daxil hamısını artıq dəyərli vətənlərim Elon Musk itirir. Artıq Elon Musk'ın peyçlərindən imtina elədilər.
Avropa edir, dayanmadan Ukraynada etdilər və bu arada dəyər itirməkdə davam edir. Trumpa görə təkcə bir həftə ərzində, bir neçə həftə ərzində 110,8 milyard dollar pul itirdi, nədir, Elon Musk və onun pulu 353,2 milyarda düşdü, 400 neçə milyard idi, bilirsiniz ki, birinci yerdə idi. Polşanın baş naziri Tusk Avropa ölkələrinə görə gələn həftə Türkiyəyə gedəcək, Polşanın baş naziri